Keçən dəfə adi qoğal hazırlamışdım. Hər kəs tərəfindən çox sevilmişdi. Bu dəfə isə səpmə qoğal hazırladım və reseptini də sizlərlə bölüşürəm. Mayalı xəmir hazırlayacağımsa mütləq mayanı əvvəlcədən aktivləşməyə qoyuram. Bu prosesi onun üçün edirəm ki, mayanın işlək olub olmadığını bilim. Bir stakana isti su, maya və şəkər tozu əlavə edib isti bir yerdə 2-3 dəqiqə aktivləşməsi üçün gözləyirəm. Xəmir üçün dərin bir qaba un, yumurta, duz, şəkər tozu, aktivləşən maya və süd əlavə edib xəmir yoğurub 20 dəqiqəlik dincəlməyə qoyuram. Qeyd edim ki, mən heç bir zaman qoğalın xəmirini acımağa qoymuram, çünki elə olduqda qoğal bişirərkən qoğalın qatları itir. Xəmir dinlənərkən içliyi hazırlayıram. İçliyin reseptini postun altında dəqiq qeyd edəcəm. 20 dəqiqənin ardından xəmiri kündələrə ayırıb yuxaları daha rahat aça bilim deyə 10 dəqiqəlik dinlənməyə qoyuram. 10 dəqiqənin ardından yuxaları bir-bir açıram. Dəzgahın üzərinə azca bitki yağı çəkib yuxaları bura sərib əlimlə dartıb düzbucaqlı forması verirəm ki, kəsərkən rahatlıqla kəsə bilim. İlk 2 yuxanı yayıb yağlayıram. 3-cü yuxanı yağladıqdan sonra isə üzərinə içlikdən səpirəm və digərlərini də elə bu qayda ilə hazırlayıram. Ən son qatına isə yağ çəkib bıçaq vasitəsilə kəsib videodakı kimi forma verib üzərinə yumurta çəkib küncüt səpib bişirirəm. Hazırlayacaq olan hər kəsə indidən nuş olsun.